Salam əziz dinləyicilər. Bu günləri Riyaziyyat 4-cü sinif 2-ci hissədən ölçmə bölməsindən olan uzunluq mövzusunu izah edəcəyəm. Başlayaq. Araşdırma müzakirəyə baxaq əvvəlcə. Mavi zolağın uzunluğunu müəyyən edin. Baxırıq santimetrli xəttkeşdir. 0 ilə 1 arası 1 bölgüdür. 1 santimetrin 10 millimetrdir. Yəni indi baxaq 5-dən başlayıb, amma bu 0-dan başlamayıb. 5-dən başlayıb, 5 millimetrdən başlayıb 75 millimetrə qədər mavi uzunluq gedir. Deməli 75 millimetrdən 5 millimetr çıxıram, çünki 5-dən başlayıb 70 millimetr. Deməli mavi zolağın uzunluğu 70 millimetrdir. Santimetrə çevirsək 70 millimetri bölərəm 10-a. O da 7 santimetr. Deməli, mavi zolağın uzunluğu 7 santimetrdir. Yaşıl zolağın uzunluğu bunun 7-də 5 hissəsinə bərabərdir. Yəni, 7 santimetri bölürəm 7-yə, vururam 5-ə. O da 7-ni 7-yə bölürəm 1, 1-i də 5-ə vursam 5. Deməli, 5 santimetr. Yaşıl zolağın uzunluğu isə 5 santimetrdir. Növbəti sual, yaşıl zolağın uzunluğu neçə millimetrdir? 5 santimetrdir. Santimetri millimetrə çevirəndə vururam 10-a. Deməli, 5 santimetri 10-a vurum 50 millimetrdir. Bunu bir neçə üsulla, yəni bir xəttkeşin üzərində ölçməklə, bir də dediyim 10-a vurmaqla hesablaya bilərik. Öyrənmə. Ölçü vahidlər arasında əlaqədən istifadə etməklə bir vahid başqa bir vahiddən ifadə etmək olur. Böyük vahiddə verilmiş ölçünü kiçik vahidə çevirdikdə bütün qiymət vahidin uyğun qiymətinə vurulur. Yəni 1 kilometr biz bilməliyik 1000 metrdir, 1 metr 100 santimdir, 1 santim 10 millidir, 1 metr 1000 millimetrdir. İndi uzunluq müxtəlif vahidlərlə verdikdə onu ey vahidə çevirmək də olar. Yəni məsələn burada bizdə nümunə verilib 2 kilometr 235 metr. Baxın hesablayıb 2 kilometr 1 kilometr 1000 metr olduğuna görə 2 kilometr 2-ni vurub 1000-ə, 1000 metr, üstünə gələk 235 metr, o da elədi 2235 metr. Adi kəsirlərlə verilmiş ölçüləri daha kiçik vahidlərlə ifadə etmək olar. Yəni, burada yenə nümunə verib, 500 kilometrli metrlə ifadə etmək üçün kilometri metrə çevirir. Yəni, 1000 metrin 500 hissəsi tapılır və metrlə yazılır. İndi sual verir, 1 kilometr neçə santimetrdir? Bunu necə tapmaq olar? 1 kilometrin əvvəlcə metr neçə metrdir? 1 kilometr vururam 1000-ə, 1000 metr. 1 kilometrin 1000 metrdir. 1 metrin də 100 santimdir. Deməli, 1000-i də vururam 100-ə. 100 min. Deməli, 1 kilometrin 100 min santimetrdir. Bunu vurma üsulu ilə tapmaq olar. Bələdçi, boş xanalara uyğun ədədləri müəyyən edin. Bir dənə nümunə verib, siz bu nümunəyə baxa bilərsiniz. Digərlərini baxaq. Deməli, 5-də 1 metr. 5-də 1 metr bərabərdir neçə santimetr? Bunu hesablayanda 1 metrin biz dedik 100 santimdir. Deməli, 100-ü bölürəm 5-ə, vururam 1-ə. 100-ü 5-ə bölürəm 20, 20-ni 1-ə vururam 20 santimetr. Deməli, 5-də 1 metr 20 santimetrdir. Sonra 2,2-də 1 santimetr neçə millimetrdir? 2,2-də 1 santimetri hesablayanda 2 santimetr və 2-də 1. 2 santimetrin 20 millimetr üstünə gələk. 10-u santimetrin 10 millimetrdir 1 santimetr. Ona görə 10-u 2-yə bölüb 1-ə vururam. 10-u 2-yə bölürəm 5, 5-i də 1-ə vururam 5. Deməli 20 üstünə gələk 5, 25 millimetr. 2,2-də 1 santimetr 25 millimetrdir. 12 kilometr neçə metrdir? Biz dedik 1 kilometr 1000 metrdir. 12 kilometr 12-ni 1000-ə vururam 12.000 metrdir. 5 metr 5 santim neçə santimetrdir? Deməli 1 metrin biz dedik 100 santimdir. 5 metri 100-ə vururam 500. Üstünə də 5 gəlirəm 505 santim. 3 metr 25 santim neçə millimetrdir? Biz dedik 1 metrin neçə millimetr idi? 1 metrin 1000 millimetrdir. 3 metrin də 3000 millimetr. Və 25 santımı da ona vuracağım 250. 3250 millimetrdir. Sonra növbəti 1 kilometr 30 santim. Neçə santimetrdir? 1 kilometrin dedik neçə santimetrdir? 1 kilometrin 1000 metrdir. Və santıma çevirəndə isə 1000-i vuracağım 100-ə. 100 min. 1 kilometrin 100 min.
santimetr. 100.000 30. Üstünə də 30 santim yanında özü verib. 100.000 30 santimetr. Müstəqil işə baxırıq. Birinci, uyğun vahidlərlə ifadə edin. A variantı millimetrlə. 23 santim. 23 santim neçə millimetrdir? 23 santim 10'a vururam. 230 millimetr. 36 santim 8 milli. 36 santiyi 10'a vururam, üstünə 8 gəlirəm. 368 millimetr. 3'dan 5'də 4 santimetr neçə millimetr? Deməli, 3 santim 30 santimetr, 30 millimetr. 5'də 4'ü də 1 santim 10 millimetr olduğuna görə onu 5'ə bölürəm 2'yi, vururam 4'ə 8. Deməli 30 üstünə gələk 8, 38 millimetr. B variantına keçirik, santimetrlə ifadə edin. 2 metr 42 santim. 2 metr 42 santim deməli 2 metrin 2'ni vururam 100'ə 242 santimetr. 12 metr. 12 metri vururam 100'ə 1200 santimetr. 2 tam 10'da 7 metrin. Deməli 2 metrin 200 santim üstünə gələk. 1 metrin dedi 100'dür. 100'ü bölürəm 10'a 10 vururam 7'yə 70. Deməli 270 santimetr eləyir. C variantı metrlə ifadə eləyin. 5 kilometrin metrlə 5000 metr. 12 kilometr 12.000 metr. Sonra 2 kilometr 237 metr. Deməli 2 kilometrin 2'ni vururam 1000'ə 2000. 237'nin üstünə gəlirəm 2237 metr. 1 kilometr 18 metr. 1 kilometr 18, 1 kilometrin 1000 metr. Üstünə 18, 1018 metr. 12 kilometr 20 metr. 12 kilometrin vururam 1000'ə 12.000. 12.000 üstünə 20 gəlirəm 12.020 metr. 23 kilometrin 324 metr. Deməli 23.324 metr. 2 tam 8'də 3 kilometr. Deməli 2 kilometrin 2000 metr. Üstünə gələk 8'də 3. 1000'i bölürəm 8'ə vururam 3'ə. 1000'i 8'ə böləndə 125. 125'i də 3'ə vururam 375. Deməli 2000 üstünə gələk 375. 2375 metr. İkinci tapşırığa baxırıq. Müqayisə edin. 2 kilometrin müqayisə edirik. Metrə çevirək, digər tərəfdə metrləndir. Çünki 2 kilometrin 2000 metr, 2000 metrdən 2103 metr. Deməli 2103 metr böyükdür 2000 metrdən. 14 kilometr 30 metr, 14030 metr böyükdür 1430 metrdən. 2 kilometr 400 metr, 2 tam 5'də deməli 2400 metr. Digər tərəfsə 2 tam 5'də 2 2000 metr. Üstünə gələk 1000'i bölürəm 5'ə 200, 202'yə vururam 400. 2400 metr 2400 metr bərabərdir. Deməli 1 metr 8 santim 1 metr 8 santim millimetrə çevirək. Digər tərəf millimetrləndir. 1 metrin 1000 milli, 1000 milli üstünə 8, 1008 milli, digər də 108 milli. Deməli 1008 milli daha böyükdür 108 millidən. Deməli qaydaya baxırıq. Kiçik vahidlə verilmiş ölçünü böyük vahidlə çevirdikdə vahidin uyğun qiymətinə bölünür. Ədəd tam bölünmədikdə qarışıq vahidlərdən də istifadə etmək olar. Nümunəyə baxmaq olar. Üçüncü tapşırığa baxırıq. Boş xanalara uyğun ədədləri müəyyən edin. 70 millimetr neçə santim? Deməli bölürəm 10'a. 70'i 10'a bölürəm 7 santimetr. 400 santimetrin bölürəm santimetr bilirik 100'dən biridir. Bölürəm 100'ə 4 metr. 3000 metrin bölürəm 1000'ə 3 kilometr. 7000 santimi bölürəm 100'ə. Çünki metr 100 santimdir. 100'ə bölürəm 70 metr. 200 santimetri millimetrə çevirəndə 10'a bölürəm 20 millimetr. 15 millimetr neçə santimetr, neçə millimetrdir? 15 millimetri 10'a bölsəm 1 santimetr 5 millimetr. 32 santimetrin desimetr bilirik 10'a bölməliyik. 32'ni 10'a böləndə 3 desimetr 2 santimetr. 128 santimetrin deməli neçə metr, neçə santimetr hesablayanda 100'ə bölürəm
1 metr 28 santimetr. 1200 metrin kilometr metrə çevirirəm, minə bölürəm. 1 kilometr 200 metr. İndi millimetrlə verilmiş ölçüləri onlu kəsrlərdən istifadə etməklə santimetrlə yazmaq olar. Yəni 1 millimetr 0,1 santimetr, 8 millimetr 0,8 santimetr. Ona bölürəm. 23 millimetr 20 millimetr 20 millimetr ayırıram. 20 millimetr və 3 millimetr. Deməli o da 2 santı. Üstünə gələk 0,3 millimetr. O da bərabərdir 2,3 santimetr. Dördüncü tapşırığa baxırıq. Boş xanalara uyğun ədədləri müəyyən edin. 5 millimetrin 5 millimetri santimetrə çevirəndə bölürəm ona 0,5 santim. 12 millimetr santimetrə çevirəndə bölürəm ona 1,2 santimetr. 25 millimetr santimetrə çevirəndə böləcəm ona 2,5 santimetr. 52 millimetr santimetrə çevirsəm böləcəm ona 5,2 santimetr. 102 millimetr 102 millimetrə santimetrə çevirsəm böləcəm ona 102-ni 10-a böləndə 10,2 santimetr. 5-ci tapşırığa keçirik. Bərabər uzunluqları müəyyən edin. 3000 metr buna bərabər olan ola bilər 3 kilometrdir. Bəli, 3000 metr 3 kilometrə bərabərdir. 7 santimetrin 0,7 desimetr, ona bölsəm 0,7 desimetr, 100-ə bölsəm 7 metr alaram. Deməli, 162 santimetr, 162 santimetrin 100-ə bölsəm 1 metr 62 santim alaraq. Sonra 5-də 4 kilometr, 5-də 4 kilometri deməli, mini 5-ə bölərəm 200, 200-ü də vuraram 4-ə 800, 800 metr edər. 5-də 4 kilometr 800 metr, burada da 5-də 4 kilometrin 800 metrə bərabərdir. Məsələ həlli. 6-cı tapşırığa baxırıq. Zolaqların uzunluqları cəmi neçə santimetrdir? Cavabı millimetrlə ifadə edin. Birinciyə baxırıq. 1 santimetrdən santimetr xət keçdi. 1 santimetrdən başlayıb 4,5 santimetrə qədər gəlib. Deməli, 4,5 santimetrdən çıxıram 1-i 3,5 santim. Deməli, yaşıl zolaq 3,5 santimetr eləyir. Sonra mavi zolağa baxıram. Mavi zolaq deməli 5 millimetrdə santimetrli xətkeş üzərində olduğuna görə millimetrə çevirirəm. 5 millimetrdən başlayıb 35 millimetrə qədər, yəni 35 millimetrdən çıxıram 5 millimetr, qaldı 30 millimetr. 30 millimetrdə ona bölürəm 3 santimetr. Deməli, mavi zolaq 3 santimetr. Sonra cəhrai zolağa baxırıq. Cəhrai zolaqda 1 santimetrdən başlayıb 5 santimetr qədər. 5 santimetrdən biri çıxıram 4 santimetr. Deməli, cəhrai zolaqda 4 santimetrdir. Biz indi burada nə deyirdi? Aha, zolaqların uzunluqları cəmi. Deməli, 3,5 santimetr, 3 santimetr və 4 santimetr toplayıram. Bunların millimetrlə deyir ifadə ilə. Onda belə 3,5 santimetrin millimetri 10-a vururam. Millimetrini hesablayanda 35 millimetr üstünə gələk. Deməli, ikinci 3 santimetr 30 millimetr üstünə gələk. Üçüncü 4 santimetr, o da elədi 10-a vursam 40 millimetr. Bunları toplasam 105 millimetr eləyər. Cavabı millimetrlə deyir. Cəmi uzunluq əvvəlcə santimetrlə də soruşur. Santimetrlə toplasaq 105 millimetri 10-a bölərəm. 10,5 santimetr. Deməli, santimetrlə 10,5 santimetr eləyir. Millimetrlə isə 105 millimetr edir. Məsələ 7-yə baxaq. Bakıdan Qubaya qədər məsafə 167 km 900 metrdir. Bakıdan Qusara getmək üçün Qubadan sonra 13,4 km əlavə yol getmək lazımdır. Bakıdan Qusara qədər məsafə neçə metrdir? Əvvəlcə Bakıdan Qubaya qədər o məsafə 167 km 900 metri çevirirəm metrə. 167-ni 1000-ə vururam. 167.000 üstünə gəlirəm 900. 167.900 metr. Sonra
Qubadan sonra 13,4 kilometri, 13 kilometri vururam minə 13.000. 4/1 kilometrdə mini bölürəm 4-ə, vururam 1-ə, o da 250 metr. 13.000 üstünə gələk 250 metr, 13.250 metr. Deməli, Qubadan sonra da 13.250 metr gedib. İndi soruşur Bakıdan Qusara qədər olan məsafə neçə metrdir? 167.900 metrin üstünə gəlirəm, 13.250 metr. Cavab eləyir 181.150 metr. Deməli, Qusara qədər metrlə soruşur. Elə bil kilometrə çevirmirik. 181.150 metr. Bakıdan Qusara qədər olan məsafə 181.150 metr olar. Bu qədər uşaqlar. Sağ olun, bəyənməyi, abunə olmağı unutmayın.